Sabahdan etibarən qatarlarda elektron siqaret çəkmək qadağan olunur. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, tütün və tütün məmulatları haqqında qanunla aprelin 1-dən Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir. İnzibati Xətalar Məcəlləsinə əsasən qeyd edilən tarixdən qatarlarda, dəmir yol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək. 31 mart 3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv ediləcək. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq məlumatda qeyd edilib.